Beşinci mövzu kəmiyyət bildirən sözlər. Quantifiers. İngilis dilində çox və çoxlu, az, yəni kəmiyyət bildirən sözlər. Çox-çoxlu deyəndə much və many nəzərdə tuturuq. Lakin fərqi odur ki, muchdan da manydən də hər ikisinin tərcüməsi çox deməkdir. Lakin muchdan sonra sayılmayan isim gəlir. Much tea. Manydən sonra isə cəm isim gəlir. Many books. Hər ikisinin tərcüməsi Azərbaycan dilində çoxlu deməkdir. Çox çay, çoxlu kitablar. Tərcümə eynidir. Lakin fərq odur ki, qeyd etdiyim ki, muchdan sonra sayılmayan isimdir, manydən sonra cəm isimdir. İndi bunun tərsi ilə tanış olaq. Az. Little və ya a little, few və ya a few. Hər ikisinin tərcüməsi az deməkdir. Lakin little, a little'dan sonra sayılmayan isim gəlir. Misal üçün, a little tea, az çay. Few, a few'dan sonra isə cəm isim gəlir. A few books. Gördüyünüz kimi little, a little'la much bir-birinə tərsdir, yəni antonimdirlər. Az, çox. Few, a few ilə də many bir-birinə antonimdir, yəni əks mənalıdır. Az, çox mənasında. İndi bir digər sualı verə bilərsiniz ki, burada little, a little, few, a few nə deməkdir? Nə məna daşıyır? A little dedikdə bizə kifayət edər mənasındadır. Little dedikdə isə yoxluğa bərabərdir, kifayət etmir mənasındadır. Yəni qarşıda gördüyünüz article deyil də simvolikdir. Bizə kifayət edir daşıyır. İndi gəlin sizə bir başqa məna ilə belə şəkildən çəkim. Təsəvvür edin ki, bunlar stakandır. Əgər stakan ağzına kimi su ilə doludursa, biz buna çoxlu deyirik. Bu muchdır. Stakan bura qədər su ilə doludursa, yəni azdır, amma bizə kifayət eləyər. Bu olur a little water. Lakin stakanda demək olar ki, su yoxdur. Bu olur artıq little water. Yəni bərabərdir yoxluğa. Siz kəmiyyət bildirən sözlərdə qarşıda duran eni bununla yadda saxlaya bilərsiniz. Və bir digərində a few. Görəndə kifayət edər yadınızda saxlayın. Few isə bərabərdir yoxluğa. Yəni kifayət etmir mənasındadır. Daha sonra bir digər kəmiyyət bildirən sözümüz var ki, bu a lot of'dur. A lot of yalnız nəqli cümlədə işlənir. Much və many haqqında fərqi yoxdur. Nəqli cümlədə, sual cümlədə, inkar cümləsində, hər növ cümlələrdə bu işlənir. Much və many. Fərqi odur ki, muchdan sonra sayılmayan isim gəlməlidir, manydən sonra cəm isim gəlməlidir. Lakin a lot of yalnız nəqli cümlədə işlənir. Sual və inkar cümlələrində isə cəm isim olarsa a lot of many ilə əvəz olunur. Yəni isim cəmdirsə, misal üçün I have a lot of books. İndi bu cümləyə sual vermək istəyirik. Görürsünüz, isim cəmdədir. Sualda, a lot of axı sualda işlənmir. Ona görə many dedik. Do I have many friends? İndi ismə baxırıq, sayılmayan isimdir. Money. I have a lot of money. Nəqli cümlədir. A lot of işlənə bilər. İndi biz bunu sual cümləsinə çeviririk. Do I have money sayılmayan isim olduğuna görə biz buna much yazırıq. Do I have much money? A lot of yalnız nəqli cümlədə işlənə bilir. Sualda və inkarda isminə uyğun şəkildə many'yə və ya much'a çevrilir. Qeyd etdiyimiz kimi sual və inkar cümlələrində ismə uyğun olaraq a lot of, much və ya many ilə əvəz olunur. Və nəticə olaraq dərsimizin son nəticəsi budur ki, muchdan sonra sayılmayan isim düsturlarımızda. Many'dən sonra cəm isim. Little, a little'dan sonra sayılmayan isim. Few, a few'dan sonra cəm isim. A lot of'dan sonra cəm isim. A lot of'dan sonra sayılmayan isim. Fərqimiz odur ki, a lot of yalnız
nəqli cümlədə işlənir. Və bir də öyrəndik ki, qarşıda eyni gördüksə, müsbət azlığı bizə bildirir. Azdır, amma kifayət edər. Sizinlə mən Ayda Malik.